Salam əziz şagirdlər, bu videoda biz bərabərsizlər mövzusuna aid sualların həllərinə baxacağıq. Gəlin birinci sualdan başlayaq. 9 kiçikdir n kiçikdir 36 olarsa, n bölünsün 3 üstəgəl 2 ifadəsinin ala biləcəyi ən kiçik və ən böyük tam qiymətlərin cəmini tapın. Bu sual 2 qat bərabərsizlər mövzusuna aiddir və biz bilirik ki, 2 qat bərabərsizliyin orta hissəsində hal-hazırda n dayanıbsa, biz isə n bölünsün 3 plus 2-ni qiymətləndirmək istəyiriksə, əvvəlcə hər tərəfi 3-ə bölməliyik, sonra hər tərəfin üstünə 2 gəlməliyik. Gəlin əvvəlcə ilkin versiyanı yazaq. 9 kiçikdir n kiçikdir 36. Sonra hər tərəfi 3-ə bölək. Hər tərəfi 3-ə böləndə 9-u da bölürük 3-ə, n-i də bölürük 3-ə, 36-nı da bölürük 3-ə. Bu zaman 3-ə böldüyümüzə görə işarə dəyişmir, çünki 3 müsbət ədəddir. Sol tərəfdə alınır 3, ortada alınır n bölü 3, sağ tərəfdə alınır 12. Daha sonra hər tərəfin üstünə 2 gəlməliyik. Ortada n plus, daha doğrusu n bölünsün 3, onun üzərinə gəlirik 2. Sol tərəfdə 3-ün üzərinə gəlirik 2. Sağ tərəfdə isə 12-nin üzərinə gəlirik 2-ni. İşarələr isə olduğu kimi qalır, çünki müsbət ədəd gəlmişik hər tərəfin üzərinə. Sol tərəfdə alınır 5. Ortada n bölünsün 3 üstə gəlinsin 2. Sağ tərəfdə isə alınır 14. Deməli, n bölünsün 3 üstə gəlinsin 2 ifadəsi 5 və 14 arasında olmalıdır. Burada alına biləcək ən kiçik və ən böyük tam qiymətlər. Ən kiçik tam qiymət olacaq 6. Ən böyük tam qiymət də olacaq 13. Və 6 ilə 13-ün cəmini istəyir bizdən. Cavab da yekunda olacaq 19. İkinci sualda deyir ki, 15 kiçikdir x kiçikdir 18 və 3 kiçikdir y kiçikdir 5 olarsa, x bölü y ifadəsinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Biz bilirik ki, bərabərsizlikləri, 2 qat bərabərsizləri böləndə çarpaz formada bölmək lazımdır. Əvvəlcə şərti köçürdürəm. 15 kiçikdir x kiçikdir 18 və 3 kiçikdir y kiçikdir 5. Ortada x-i y-ə böləcəm. Amma biz 15-i 5-ə bölməliyik. 18-i isə 3-ə bölməliyik. Yəni çarpazvari bölməliyik. Yazaq, 15 bölünsün 5, kiçikdir x bölünsün y, o da kiçikdir 18 bölünsün 3. Deməli, x bölünsün y deyilən ifadə yerləşir. 15-i 5-ə böləndə 3, 18-i 3-ə böləndə 6. 3 və 6-nın arasında. Burada alına biləcək tam qiymətlərin cəmini tapmalıyıq. Aradakı tam qiymətlər 4 və 5. Başqa tam ədəd yoxdur. Onların cəmi isə eləyəcək 9. Deməli, misalın yekun cavabı olacaq 9. Üçüncü sualda deyir ki, verilən bərabərsizliyi həll edin. Bu bərabərsizlik xətti bərabərsizliklərə aiddir. Ədədlər bir yana, dəyişənlər bir yana yığılmalıdır. Mənfi 4x-i sol tərəfdə saxlayaq. Kiçikdir bərabərdir. 12-ni ataq sağ tərəfə. 20 çıx 12 olacaq. Mənfi 4x kiçikdir bərabərdir. 20-dən 12 çıxanda eləyəcək 8. Və qayda deyir ki, əgər biz hər tərəfi mənfi ədədə bölürüksə, işarə əksinə dəyişir. Biz burada 8-i və mənfi 4-ü, hər tərəfi bölürük mənfi 4-ə. Mənfi 4x-i mənfi 4-ə böləndə alınır x. 8-i böləndə mənfi 4-ə eləyəcək mənfi 2. Amma işarə əksinə dəyişib olacaq böyük bərabərdir. Çünki mənfiyə böləndə işarə əksinə dəyişir. Və cavab olacaq mənfi 2-dən daxil olmaqla müsbət sonsuzluğa. Dördüncü sualda deyir ki, verilən bərabərsizliyi həll edin. Biz diqqətlə məxrəcə baxsaq görəcəyik ki, kökdə 5 minus 3 ifadəsində x dəyişəni yoxdur. Yəni orada dəyişən ümumiyyətlə yoxdur. Bəs bunu niyə misalda bizə verib? Çünki orada çaşdırıcı bir məqam var. Kökdə 5 minus 3 ifadəsi mənfi bir ifadədir. Mənfi olduğunu hardan bilirəm? Kökdə 5 ilə kökdə 5-dir bu heç. Amma 3-ü kökdə 9 kimi yazanda hiss olunur ki, balaca ədəddən böyük ədəd çıxırıq. Deməli, bu 100% mənfi ədəddir. İndi biz əgər 0-ı çarpazvari məxrəcə vursaq və sağ tərəfdə yazsaq, mənfiyə vurduğumuza görə işarə əksinə dəyişəcək. Sol tərəfdə yazıram 4x minus 36. Əslində sağ tərəfdə də 0-ı vurmuşam kökdə 5 minus 3-ə. Amma vurduğum ədəd, yəni kökdə 5 minus 3 mənfi ədəd olduğuna görə işarə dəyişib olur, kiçikdir bərabərdir. 4x minus 36 kiçikdir bərabərdir 0. 4x kiçikdir bərabərdir. Mənfi 36 sağa keçəndə olur müsbət 36. X da böyük, daha doğrusu x da kiçik bərabərdir. 36-nı bölürük 4-ə olur 9.
Deməli, x 9-dan balaca ədədlərdir. Aralıq şəklində yazsaq, belə də yaza bilərik. Mənfi sonsuzluqdan 9-a qədər 9 da daxil olmaqla. 5-ci sualda deyir ki, verilən bərabərsizliyin tam həllərinin sayını tapın. Bu kvadratik bərabərsizlikdir və bu bərabərsizliyi həll etmək üçün bu addımları yerinə yetirmək lazımdır. 1. Sağda 0 qalsın. 2. Sol tərəfi vuruqlara ayıraq. Sol tərəfi müxtəsər vurma düsturu olan kvadratlar fərqi ilə vuruqlara ayırıram. X minus 3, x plus 3, kiçikdir 0-dan. Növbəti etapda kökləri tapıb intervala düzürəm. Köklərdən biri mənfi 3-dür, biri isə 3-dür. Misalda daxildir işarəsi yoxdur deyə biz də daxil eləmirik. Köklərin içərisini boş saxlayırıq. İndi işarələri yoxlayaq. 3-dən sağda 10 ədədini götürüb nümunə kimi mötərizələrə qoysaq, hər bir mötərizə müsbət eləyəcək. Deməli, müsbətdən müsbətə vuranda müsbət olacaq. Sonra növbələşə gedəcək. Müsbət, mənfi, müsbət. Məndən isə 0-dan kiçik olan aralığı soruşurdu misalın başlanğıcında. 0-dan kiçik, yəni mənfi deməkdir. Mənfi aralıq isə mənfi 3 ilə 3-ün arasındakı aralıqdır, amma heç biri daxil deyil. İndi buradakı tam əllərin sayı bizə lazımdır. Hansı tam ədədlər var arada? Mənfi 2, mənfi 1, 0, 1 və 2. Deməli, bu bərabərsizliyi ödəyən 5 dənə tam həll var. 6-cı sualda deyir ki, verilən bərabərsizliyi həll edin. Bu bərabərsizlik də kvadratik bərabərsizlikdir və bu addımlardan keçməliyik. 1. Sağda 0 qalsın. 2. Sol tərəfi vuruqlara ayır. Vuruqlara ayırmaq üçün mən burada viyyətdən istifadə edirəm. Köklərin hasili 14-dür. Köklərin cəmi isə mənfi 9-un əksi, yəni müsbət 9-dur. x1-i vuranda x2-yə eləyir 14. x1 ilə x2-ni toplayanda isə eləyir 9. Bu ədədlər 7 və 2 ədədlərdir. Deməli, köklərdən biri 2-dir, köklərdən biri isə 7-dir. Onda belə vuruqlara ayrılacaq. X çıx 2 və x çıx 7 kiçikdir, bərabərdir 0. Kökləri düzey intervala birinci 2 yazacağıq, sonra 7 yazacağıq. Hər birini daxil edirik, çünki misalda daxildir işarəsi var. Qaraladıq içərisini. İndi işarələri yoxlamaq istəyirik. 7-dən sağda bir ədəd götürdük, məsələn 10 və mötərizələrdə yerinə qoyuruq. Onu yerinə qoyanda hər iki mötərizə müsbət olduğuna görə ən son aralıq müsbət, sonra mənfi, sonra müsbət. Bizdən soruşulan aralıq mənfi aralıq idi deyə yekun cavab olacaq 2-7 arası. 2 daxildir, 7-yə qədər 7 də daxil olmaqla. Yekun cavab elə bu formada qeyd oluna bilər. 7-ci sualda deyir ki, verilən bərabərsizliyin tam həllərinin cəmini tapın. Bu rasional bərabərsizlikdir, çünki məxrəcdə dəyişən var. Həll etaplarında addımlar belə idi. 1. Sağda 0 qalsın. 2. Sol tərəfin surət və məxrəci mümkündürsə vuruqlara ayrılsın, amma burada ehtiyac yoxdur. 3-cü etapda yalancı və həqiqi kökləri tapıb intervala düzməliydik. Burada həqiqi kök, yəni surətin kökü, həqiqi kök müsbət 5-dir. Yalancı kök isə məxrəcin kökü, yəni yalancı kök isə aşağının kökü olacaq mənfi 3. Hər iki kökü düzürəm intervala. Yazıram mənfi 3, sonra 5. Misalda daxildir işarəsi var, amma bir məsələ var. Daxildir işarəsinin olmasına baxmayaraq, daxildir işarəsini sarı qələmlə göstərdim. Misalda daxildir işarəsinin olmasına baxmayaraq, yalancı kök heç vaxt daxil edilmir. Yəni mənfi 3-ü boş saxlayacağıq içərisini, boş yumru. Amma həqiqi kökün içərisini qaralayacağıq, onu götürməliyik. İnterval ayırdıq. İndi hər bir intervaldan nümunə ədəd götürüb işarələri yoxlayaq. Məsələn, 5-dən sağda 10 götürsək, onu surətə yazanda müsbət, məxrəcə yazanda müsbət, deməli, ən son aralıq müsbətdir. Müsbət, mənfi, müsbət bu formada növbələşəcək və bizdən soruşulan aralıq 0-dan kiçik aralıq idi, yəni mənfi aralıq. Mənfi aralıq olacaq mənfi 3-dən 5-ə qədər. 5-i daxil eləmək lazımdır, amma mənfi 3-ü yox. Tam əllərin cəmini istəyir. Burada yerləşən tam ədədlər mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4 və 5. Bunların da cəmini tapanda mənfi 2, mənfi 1, müsbət 1, müsbət 2 gedir, 0 heç. Yerdə qalır 3, 4, 5. Onların da cəmini hesablasaq, 3-ün üstünə 4, 7, 7-ün üstünə 5 eləyəcək 12. Demək, misalın yekun cavabı olacaq 12. 8-ci sualda deyir ki, bərabərsizliyin tam həllərinin sayını tapın. Bu bərabərsizlik intervallar üsulu ilə həll olunur. Bərabərsizliyin demək olar 50%-ni yerinə yetiriblər. Bizə qalıb ancaq kökləri tapıb intervala düzmək. İnterval işarəsi çəkirəm. Hansı köklərimiz var? Sarı qələmlə qeyd elədiyim hissədə kök 0-dır. Mavi qələmlə qeyd elədiyim hissədə kök
4-dür. Yaşıl qələmlə qeyd elədiyim hissədə isə kök -7-dir. Bu kökləri kiçikdən böyüyə doğru düzəndə birinci -7 yazılmalıdır, sonra 0 yazılmalıdır, sonra 4 yazılmalıdır. Misalda daxildir işarəsi var deyə hər birini qaralamalıyıq. Hər birinin içərisini qaraladım. Bu belə. İntervallara ayırdıq. İndi işarə yoxlayanda bir dənə diqqətli olmaq lazımdır. Qoşalaşma baş verəcək. Nəyə görə? Çünki misalın içərisində mötərizənin üstündə kvadrat var. Kvadrat olan ərazinin kökü nədirsə, onun ətrafında qoşalaşma olur. Kvadrat olan mötərizənin içərisindəki kök -7-dir. Deməli, -7-nin ətrafında qoşalaşmalar baş verəcək. İndi bunu yoxlayarıq. Əvvəlcə 4-dən sağda bir ədəd götürdüm. Məsələn, 10. 10 yazanda ən birinci ifadə, ikinci ifadə, üçüncü ifadə göstərirəm. Yəni, 10-u yerinə qoyanda x də müsbət alınır, x-4 də müsbət alınır, x plus 7 də müsbət alınır. 10-u yerinə yazanda. Ona görə ən son aralıq müsbət olacaq, sonra mənfi olacaq, sonra müsbət olacaq, sonra yenə müsbət olacaq. Çünki qoşalaşma baş verir. İndi biz 0-dan kiçik cavabları götürməliyik. Əslində, 0-dan kiçik cavab 0-la 4-ün arası kimi qəbul olunur. Çünki mənfi işarəsini ora qoymuşuq. Amma biz cavabı əgər təkcə 0, 4 yazsaq, cavab səhv olacaq. Çünki bir şeyi unutmuşuq. Unutduğumuz nədir? Misalda 0-a bərabər olan işarələr daxildir. Yəni, 0-a çevirənlər, qaralanan nöqtələri götürməlisən. Yəni, 0-ı da götürməlisən, 4-ü də götürməlisən, bir də -7-ni də götürməlisən. Çünki o da 0-a çevirən ifadədir. -7 2 dənə müsbət ərazinin arasına düşüb deyə o yaddan çıxır. -7-nin özünü tək də olsa belə götürmək lazımdır. İndi tam həlləri sayaq burada. Görək neçə dənə tam ədəd var. -7-nin özü 0, 1, 2, 3 və 4. 1, 2, 3, 4, 5, 6. Yekun cavab olaraq soruşsalar ki, burada neçə dənə həll var? Cavab 6 dənə tam həll var. 9-cu sualda deyir, verilən modul bərabərsizliyi həll edin. Biz bilirik ki, modul bərabərsizliyin qarşısında müsbət ədəd olarsa, bir dəfə işarə və ədəd özü kimi, bir dəfə işarə və ədəd əksinə dəyişir. Yəni, bir dəfə yazırıq ki, x minus 1 kiçikdir 5. Bir dəfə də yazırıq x minus 1 böyükdür. Gəlin, hətta bunu fərqli rənginə yazaq. Böyükdür -5. Həm işarəni, həm də ədədi əksinə dəyişdik. -1 keçdi sağa oldu, x kiçikdir 6. Və sağ tərəfdəki nümunədə də -1 keçdi sağa oldu, x böyükdür. -5 üstəgə 1, yəni -4. İndi biz 2 dənə bərabərsizlik cavabı almışıq. Biri x kiçikdir 6, bir də x böyükdür -4. Yekunda nə etməliyik? Əgər misal kiçikdir işarəsi ilə başlayıbsa, ilk sətirdə misal kiçikdir işarəsi ilə başlayıbsa, kiçikdir ifadəsinə görə sonda kəsişmə olmalıdır. Kiçikdir kəsişmə. Bunu adətən baş hərflərlə yadda saxlamaq daha rahat olur. K hərfləri ilə kiçikdir kəsişmə. İndi interval çəkirəm. Biri deyir -4-dən böyük ədədlər. -4-dən böyük ədədlər buradır. Biri isə deyir ki, 6-dan kiçik ədədlər. 6 buradadır və 6-dan kiçik ədədləri də qırmızı qələmlə qeyd edirəm. Və göy qələmlə qırmızı qələmin kəsişdiyi ərazi -4-dən 6-nın arasıdır. Yekun cavab olacaq -4-dən 6-ya qədər heç biri daxil deyil. 10-cu sualda deyir ki, kök altında x minus 5 kiçikdir 2 bərabərsizliyinin ən kiçik və ən böyük tam əllərdən cəmini tapın. İrrasional bərabərsizlikləri həll edəndə ən əsas qayda hər tərəfi kvadrata yüksəltməkdir. Sol tərəfi kvadrata yüksəldəndə orada zaten x minus 5 qalacaq. Sağ tərəfi kvadrata yüksəldəndə orada 4 olacaq. Deməli, -5 də sağa keçəndə olacaq x kiçikdir 9. Amma ancaq bundan kifayətlənmək olmaz. Bu sadəcə olaraq bərabərsizliyin həll prosesidir. Bir də bizim nəzərə almalı olduğumuz bir məqam var ki, x minus 5 deyilən ifadə kökün altındadır deyə böyük bərabər olmalıdır 0-dan. Yəni, mənfi olmağına icazə yoxdur. Çünki kök altına cüt dərəcəli kök altına mənfi yazmaq olmaz. Buradan da x böyük bərabər olur 5-dən. Deməli, biz tapdığımız cavabla buradakı qaydanı kəsişdirməliyik. Qayda bizə ancaq icazə verir ki, 5-dən böyük bərabər ədədlər yazaq. Bir daha göstərirəm. Deməli, burada 5 ədədi var və qayda bizə icazə verir ki, yalnız 5-dən böyük ədədlər yazaq. Yaşıl ərazi. Biz isə cavab olaraq tapmışdıq ki, 9-dan daha kiçik ədədlər. Yəni, sarı ərazini biz düzgün cavab kimi tapmışdıq. İndi sarı ilə yaşılın kəsişməsinə baxsaq, yekun cavab olacaq. Deməli, 5 daxil olmaqla
9-a qədər, amma 9 daxil deyil. İndi burada ən kiçik və ən böyük tam əllərin cəmini istəyir. Ən kiçik həll 5-dir, ən böyük 9 deyil, 8-dir. Bunlar tam əl, yəni. Toplayanda cavab eləyəcək yekunda 13. 11-ci sualda deyir ki, verilən bərabərsizliyi həll edin. Bu sualın cavabı şifaidir. Nəyə görə? Çünki modul bərabərsizlik verilib və bizdən soruşur ki, modulun bərabərsizliyi nə zaman -14-dən kiçikdir? Cavab boş çoxluq. Çünki heç vaxt modul mənfi ədəddən daha kiçik ola bilməz. Çünki moduldan həmişə müsbət ədəd çıxır. 12-ci sualda deyir ki, verilən bərabərsizliyin tam həllərinin sayını tapın. Biz bilirik ki, kökün altına heç vaxt mənfi düşə bilməz. Tez kənara qeyd yazırıq. 4 minus x böyük bərabər olmalıdır 0-dan. Mənfi x böyük bərabər olmalıdır mənfi 4-dən. Hər tərəfi mənfi 1-ə vuranda işarə əksinə dəyişir. X kiçikdir bərabərdir olur müsbət 4-dən. Bu birinci hissə. Amma bir də nəzərə almaq lazımdır ki, kökün altından onsuz da həmişə müsbət ədəd çıxır. Görəsən həmin o sarı rəngdə qeyd elədiyimiz müsbət ədədi necə bir ədədə vurmaq lazımdır ki, cavab yenə də müsbət olsun, 0-dan böyük olsun. Deməli biz müsbəti, yəni kökün altından onsuz da müsbət çıxır. Müsbəti müsbətə vurmalıyıq ki, cavabda müsbət alınsın. Deməli x minus 3 böyük bərabər olmalıdır 0-dan, x də böyük bərabərdir 3-dən. İndi biz bu cavabları kəsişdirsək, çünki icazə verilən aralıqla tapdığımız aralığı kəsişdirməliyik. Biri deyir 3-dən böyük ədədlər. Deməli 3 daxil olmaqla böyük ədədlər. Biri isə deyir ki, 4 daxil olmaqla 4-dən kiçik ədədlər. 4 daxil olmaqla 4-dən kiçik ədədlər. Biz bunları kəsişdirəndə aralıq olaraq 3-4 arası ədədlər alırıq. Bizdən isə sualın şərtində soruşur ki, tam həllərin sayını tapın. Buranı ödəyən cəmi 2 dənə tam ədəd var. O da 3 və 4 ədədlərdir. Cavab yekunda olacaq 2 dənə. 13-cü sualda deyir ki, m-in hansı ən kiçik tam qiymətində tənliyin həqiqi kökü yoxdur? Biz bu sözü harda görmüşük? Tənliyin həqiqi kökü yoxdur. Əgər bu kvadratik tənlikdirsə, kvadratik tənlikdə həqiqi kökün olmaması üçün diskriminant 0-dan kiçik olmalıdır. Deməli, diskriminantı tapmalıyıq və 0-dan kiçik eləməliyik. B kvadratı çıx 4AC düsturunu qurmalıyıq və 0-dan kiçik eləməliyik. B kvadratı, yəni mənfi 4-ün kvadratı eləyəcək 16. Çıxılsın 4 vurulsun. A-sı 1-dir zaten. C-si də M-dir. Kiçik eləyirik 0-dan. 16-nı sağa atsaq, mənfi 4M kiçikdir mənfi 16. Hər tərəfi mənfi 4-ə böləndə işarə əksinə dəyişir. M böyükdür olur. Mənfi 16-nı mənfi 4-ə böləndə eləyir müsbət 4. İndi M-in hansı ən kiçik tam qiymətində baş verir? M əgər 4-dən böyük olmalıdırsa, ən kiçik tam qiymət bərabər olacaq 5-ə. 14-cü sualda deyir ki, verilən bərabərsizliyi həll edin. Özümüzə şifahi sual verək. Moduldan çölə çıxan cavab nə zaman 0-dan ya kiçikdir, ya da 0-a bərabərdir. 0-dan kiçik ola bilməz, amma 0-a bərabər ola bilər. X minus 6 bərabər ola bilər 0-a, x də bərabər ola bilər 6-ya. Deməli, buranın yalnız bir dənə cavabı var, buranı ödəyən bir dənə həll var, o da x bərabərdir 6 cavabı. 15-ci sualda deyir ki, kök altında x plus 2-nin kvadratı böyükdür 3 bərabərsizliyinin ən kiçik müsbət tam həlli ilə ən böyük mənfi tam həllinin fərqini tapın. Biz bilirik ki, kvadrat köklər dərsində belə bir qayda var idi. Hal-hazırda cüt dərəcəli kökün dərəcəsi ilə qüvvətdəki 2 bir-birini silir aparır və içəridən silinəndə modulda x plus 2 çıxmalıdır. Çünki düstur belə idi. Kök altında a kvadratında əgər kökün dərəcəsindəki 2 ilə içəridəki 2 silinirsə, modulda a çıxmalı idi çölə. İndi burada da həmçinin modulda x plus 2 çıxır çölə, böyükdür 3. Bu isə modul bərabərsizliklər dərsidir. Bir dəfə işarə və ədəd özü kimi, bir dəfə də işarə və ədəd əksinə dəyişməlidir. Bir dəfə x plus 2 böyükdür 3 olmalıdır, bir dəfə x plus 2 kiçikdir mənfi 3 olmalıdır. İndi x böyükdür 2 keçid sağa 3-dən 2 çıxdığı elədi 1. Sağ tərəfdə də x kiçikdir 2 keçidi sağa mənfi 2 oldu, oldu mənfi 5. Ədəd oxunun üstündə cavabları qeyd edək. Biri deyir 1-dən daha böyük ədədlər. Bura 1-dir. 1-dən böyük ədədləri qeyd elədim. Digəri isə deyir ki, mənfi 5-dən kiçik ədədlər. Mənfi 5-i qeyd elədim, mənfi 5-dən kiçik ədədləri qeyd elədim. Əgər bizim bərabərsizliyimiz ilk sətirdə böyükdür işarəsi ilə başlayırsa, bunu bu hərfi ilə yadda saxlamaq olur. Böyükdür birləşmə. Deməli, biz indi cavabları birləşdirməliyik. Yəni, cavab olacaq mənfi sonsuzluqdan mənfi 5-ə daxil deyil, birləşsin. 1-dən də müsbət sonsuzluğa.
Mən sonsuzda -5-ə, 1-dən müsbət sonsuzda. İndi deyir, buranı ödəyən ən kiçik müsbət ədədlə ən kiçik müsbət ədəd 2-ni götürmək olar. Çünki 1 daxil deyil. Ən böyük mənfi ədəd, ən böyük mənfi ədəd də götürmək olar. -5-i götürmək olmaz deyə -6-nı götürmək olar. Fərqini tap. Bunların fərqini tapanda mən 2-dən çıxmalıyam -6-nı. Orada da toplama baş verir deyə misalın yekun cavabı olur 8. 16-cı sual bərabərsizliklər sistemidir. Bərabərsizliklər sistemində hər bir bərabərsizliyi ayrı həll edib sonda cavabları kəsişdirmək lazımdır. Mən yazıram ki, -3x qaldı sol tərəfdə, böyükdür bərabərdir 12 çıxılsın 6. -3x böyükdür bərabərdir 6. X da -3-ə böldüyümə görə kiçikdir bərabərdir işarə əksinə dəyişir. 6-nı böləndə -3 eləyir -2. Növbəti sətirdə 4 minus 2x deməli kiçikdir bərabərdir 24 qeyd olunmuşdur. -2x-i sağladıq, 4-ü atdıq o digər tərəfə. 24-dən 4 çıxdıq elədi 20. Deməli -2x kiçikdir bərabərdir 20. Hər tərəfi böləndə -2 işarə əksinə dəyişir. Olur böyükdür bərabərdir. 20-ni böləndə -2 eləyir -10. Biz hər iki cavabı almışıq. Biri deyir -2-dən balaca, biri isə deyir ki -10-dan böyük. İndi cavabları kəsişdirməliyik. Ədəd oxu çəkdik. -10-u və -2-ni qeyd elədik. Hər ikisi bu arada daxildir. Onları da qeyd elədik. Biri deyir ki, deməli, -2-dən balaca ədədlər, sarı qələmlə qeyd elədim, -2-dən balaca. Biri isə deyir ki, -10-dan daha böyük ədədlər, -10-dan daha böyük. Onu da mavi qələmlə qeyd elədim. İndi bunların kəsişməsinə baxsaq, o rənglər harada üst-üstə düşür? Cavab olacaq -10-dan -2-yə qədər hər ikisi daxil olmaqla. 17-ci sual bərabərsizliklər heyətinə aiddir. Bərabərsizlər heyəti o deməkdir ki, ayrı-ayrı bərabərsizlər heyətini həll elə, sonda cavabları birləşdir. Əvvəlcə birinci sətirdəkini yazaq. 3x böyük bərabərdir 6 sağa keçəndə 15 plus 6 olur. Deməli 3x böyükdür bərabərdir 21. Hər tərəfi 3-ə böləndə işarə dəyişmir. X böyükdür bərabərdir 7. İndi ikinci sətirdəkinə keçək. 3x kiçikdir bərabərdir 6-nı sağa atanda olur 18 minus 6. 3x kiçikdir bərabərdir 18-dən 6 çıxanda 12 və hər tərəfi 3-ə böləndə işarə əksinə dəyişmir. Olduğu kimi qalır. X kiçikdir bərabərdir 4. İndi biz bu cavabları heyətdir deyə heyətdə cavabları birləşdirmək lazımdır. Yazıram açar sözü bura. Heyətdirsə yekunda cavabları birləşdir. Ədəd oxu çəkdim. Biri deyir 7 və 7-dən daha böyük ədədlər. 7 və 7-dən daha böyük ədədlər. Biraz sağda qeyd edək ki, yeri yerləşsin. 7 və 7-dən daha böyük ədədlər. Məsələn, mavi qələmlə bunun həllini yazdım. Biri isə deyir ki, 4 və 4-dən daha kiçik ədədlər. 4 və 4-dən daha kiçik ədədlər. Sarı qələmlə də bunun həllini yazdım. Əgər biz bu iki cavabı birləşdirmək istəyiriksə, yekun cavab onda belə yazılmalıdır. Deməli, mənfi sonsuzluqdan 4-ə birləşsin, 4 də daxil olmaqla. 7-dən 7 daxil olmaqla müsbət sonsuzluğa. Deməli, bərabərsizliyin sonunda yekun cavabı olacaq belə. Mənim sonsuzluqdan 4-ə birləşsin, 7-dən müsbət sonsuzluğa. 18-ci sualda, deməli, -5-də 1 kiçikdir x, kiçikdir 12-də 1 yazılıb, 1 bölü x ifadəsi ilə bağlı araşdırma aparmaq lazımdır. Belə misallarda çalışın ki, təhlükəli məqamlar baş verməsin deyə ayrı-ayrı araşdırın. Məsələn, əvvəlcə -5-də 1 kiçikdir x ifadəsini ayrıca araşdıraq. Bir də x kiçikdir 12-də 1 ifadəsini ayrıca araşdıraq. İki yerə parçaladım misalı. -5-də 1 kiçikdir x, bir də x kiçikdir 12-də 1. İndi hər iki tərəfdə tərsinə çevirib 1 bölü x yaratmaq istəyirəm. 1 bölü x yaradanda işarə əksinə dəyişir. 1 bölü x olur, kiçikdir işarəsi böyükdürə çevrilir. Bir də -5-də 1-in tərsi olacaq -5. Sağ tərəfdə isə 1 bölü x yazanda 12-də 1-in tərsi 12 olur və işarə də əksinə dəyişir olur, böyükdür. İndi sol tərəfdəki ifadə deyir ki, yəni -5 böyükdür 1 bölü x-dən. Yəni 1 bölü x kiçikdir -5-dən. Sağ tərəfdəki ifadə isə deyir ki, daha doğrusu 1 bölü x elə böyükdür 12-dən. Əsas 2 dənə cavab almışam. Biri deyir -5-dən balaca, biri deyir ki, 12-dən böyük. Yəni 2 dənə ayrı aralıqdan almışam cavabları. Əvvəlcə mavi rəngdə olan hissəni araşdırarıq, sonra yaşıl rəngdə olan hissəni araşdırarıq. Bizə deyir ki, burada 1 bölü x ifadəsini ala biləcəyi ən kiçik müsbət tam qiymətlə.
Ən kiçik müsbət tam qiymət yaşıl ərazidən görsənir. Ən kiçik müsbət tam qiymət 13-dür. Ən böyük mənfi tam qiymət. Ən böyük mənfi tam qiymətdə mənfi 5-ə çatmamış mənfi 6-nı nəzərdə tuturlar. Və bunların bizdən fərqini istəyir. 13-dən deməli çıxmalıyıq. Yazıram bura. 13 çıxılsın mənfi 6. Cavab deyəcək 19. 19-cu sualda deyir ki, verilən bərabərsizliyin ən kiçik müsbət tam həllini tapın. Surətdəki ifadə müxtəsər vurma düsturudur. X minus 5-in mötəzə kvadratı bölünsün. Məxrəzdəki ifadədə ortaq vurğu çölə çıxardıram. X vurulsun X minus 12 böyükdür, bərabərdir 0. Daha sonra kökləri düzürəm intervala. Amma nəzərə alıram ki, yalancı köklər daxil ola bilməz. Yalancı köklər haranın kökləridir? Məxrəzin. Yəni X yazılan yerin kökü olan 0 və x minus 12 yazılan yerin kökü, yəni 12 intervalda daxil edilməyəcək. Amma surətin kökü həqiqi kökdür. Yəni x çıx 5-in kökü olan 5 daxil ediləcək. Kökləri bir daha yazıram. Deməli 0 var, 12 var, bir də 5 var. 0 yalancıdır, 12 yalancıdır, amma 5 həqiqi kökdür. 0 yazdıq, 5 yazdıq, 12 yazdıq. Bir dənə 5-i daxil eləmək olar, o birisinə olmaz. O birisilərin içərisi boş qalır. İntervallara ayırdıq. İndi işarələri yoxlamalıyıq. Amma burada qoşulaşma da olacaq. Çünki x çıx 5-in üstündə kvadrat olduğuna görə onun ətrafında qoşulaşma olur. Yəni 5 kökünün ətrafında qoşulaşma olur. 12-nin sağında bir ədəd götürdüm. Məsələn 20. 20-ni yazanda bütün ifadələr müsbət olur. İstər x minus 5, istəyir x minus 12, istəyir x. Hər yer onsuz da müsbət olur. Ona görə ən sağdakı zonaya yazdım müsbət. Sonra yazıram mənfi, amma 5-in ətrafı qoşulaşır deyə soluna da yazıram mənfi. Sonra da müsbət. İndi mən əslində ən kiçik müsbət ədədi seçməliyəm burada həllər arasında. Əvvəlcə misalın yekun cavabını qeyd edək. Misalın yekun cavabı belə qeyd olunmalıdır. Deməli, biz müsbətləri axtarırıq, sıfırdan böyük bərabərləri. Sıfırdan böyük bərabər ərazilər. 1 var mənfi sonsuzdan sıfıra qədər. 1 var 12-dən müsbət sonsuzluğa. Bir də diqqətli olmaq lazımdır. Burada 5-in özünü də götürmək olar. Nəyə görə götürmək olar? Çünki 5 rəqəminin özü də ifadəni sıfıra çevirir. Deməli, cavab belə olacaq. Mənfi sonsuzluqdan sıfıra birləşsin. Təkcə 5 rəqəmi birləşsin 12-dən müsbət sonsuzluğa. Bu belə. Bura daxil olan ən kiçik müsbət ədəd isə olacaq elə 5-in özü. Yəni, yekun cavab olacaq 5. 20-ci sualda deyir ki, verilən kvadratik bərabərsizliyin cavabı burada göstərilən aralıq şəklindədir. Biz də bilirik ki, əgər bir kvadratik bərabərsizliyin cavabı bu formada verilibsə, deməli x1, x2 köklərini oradan oxumaq olur. Bir kökü 2 imiş, bir kökü də 5 imiş. Köklərin hasili, yəni x1 vur x2, x1 vur x2, elə kvadratik bərabərsizlikdə m hərfinə uyğun gəlir. Bunu da buradan tapmaq olar da 2-ni 5-ə vuranda olacaq 10. Köklərin cəmi əslində, yəni x1 üstə gəl x2, 2 ilə 5-in cəmidir, yəni 7-dir. Amma bu o demək deyil ki, bərabərsizlikdə B hissəsini, B parametrini tapıb oraya 7 yazmalıyam. B-nin əksi 7 olmalıdır. Hal-hazırda orada olan B bu formada yazılıb. Mənfi K. Mənfi K sözünün elə bir əksi, bunun əksi. Hal-hazırda gördüyümüz bu ifadənin əksi olacaq müsbət K və müsbət K ilə köklərin cəminə bərabərdir. Yəni müsbət 7-yə. İndi biz M-də tapmışıq. Müsbət 10-dur. K-nı da tapmışıq 7-dir. Yeni bir sistem bərabərsizliyi əldə etməliyik. X böyükdür K, yəni 7. X kiçikdir M, yəni 10. Sistem də deyir ki, bunları kəsişdir. Yəni ki, 7-dən böyük, ondan kiçik. 7 tutaq ki, buradır. 7 daxil deyil bu arada. 7-dən böyük ədədlər. Digəri isə deyir ki, 10 və ondan kiçik ədədlər. 10 burada tutaq ki, ondan kiçik ədədlər. Kəsişmədə olacaq 7 ilə 10 arası. Və buradakı həllərin cəmini tapmalıyam bu arada. 7 ilə 10 arasındakı tam həllər hansılardır? 8, 9. Bunları da toplayanda cavab eləyəcək 17.